Avtostop. Və cəmaət plyonkanın cərməsi qalxdı. 50 manatdan 150 manata. Bilin, plyonka və pərdə taxmağa görə cərmə 50 manatdan 150 manata qədər qalxdı. Adım Turaldır, Milli Radio 106.3 FM-də dinləyirsiniz və Avtostop efirdədir. 497 46 22-yə zəng edin. 91 63-ə SMS-ləriniz qəbul olunur. Yol hərəkətlə bağlı istənilən sualı mənə ünvanlaya bilərsiniz. DJ Turala sualın var. Veriliş ərzində sualını 91 63-ə SMS-lə göndər. Bilmədiyiniz sual yoxdur. Və bugün mən tək deyiləm, hörmətli dinləyicilər. Bugün cümə günü Avtostopda mən tək deyiləm. Mikrofonumu bölüşəcəm. Kiminlə onu da sizə təqdim edim. Beləliklə, Avtostopun televiziya versiyasını izləyənlər bilirlər ki, mənim sürməyimdə çox böyük rol olan insan və mənim müəllimim, sürməyə üzrə öyrədən müəllimim Aqil Rəhimov, Masterclass rubrikasının aparıcısı Aqil Rəhimov bugün bizim qonağımızdır. Sürücülük üzrə təlimçidir və biz onunla yol hərəkəti təhlükəsizliyi ilə bağlı söhbət eləyəcəyik. Bu 2 saat ərzində Aqil müəllim, axşamınız xeyir olsun. Axşamınız xeyir Tural. Mən minnətdarlığımı bildirirəm ki, siz məni dəvət etdiniz. Mən də minnətdaram ki, siz bugün bizim studiyamıza gəldiniz. Aqil müəllim, plyonkanın cərməsi 150 manat oldu. Qısa olaraq münasibətiniz. Mən öz münasibətimi belə bildirərdim ki, şəxsi mən həmişə plyonkanın əleyhinə olmuşam. Niyə görə? Nəyə görə? Təmiz praktika nəzərindən. Plyonkalı maşının arxasında getdikdə onun plyonkasından ondan qabaqdakı maşını görmürsən. Və ona görə də strateji vəziyyəti görmürsən. Ona görə vallahi 250 manat olsa mənim yalnızma sevinəcəm. Aydındır. Və mən yeri gəlmişkən bunun praktiki olaraq özüm də görmüşəm. Yəni sizin təlimləriniz nəticəsində ki, qarşıdakı avtomobilin arxa şüşəsinə plyonka olanda qabaqdakının stoplarını görmürük. Bu o deməkdir ki, qarşıdakı qəfil tormozlasa biz daha təhlükəli məqama düşürük. Çünki qabaqdakı ilə ara məsafəsi saxlayır. Bəlkə qabaqdakı heç ara məsafəsi saxlamır və s. Yeri gəlmişkən elə sizinlə bağlı bir sual gəlib. Daha doğrusu sizin də izahınız burada lazımdır. Tural salam. Dünən balaca spor olub. Dövlət Yol Polisiyasına sual verdi. O da düz məlumat vermədi. Dairə znakı nəyi bildirir? Zəhmət olmasa Nərimanovun heykəlində. Yəni Nərimanov heykəlinin ətrafında orada dairə nişanı qoyurlar. Ümumiyyətlə Nərimanov heykəlinin arxasında Ukrayna dairəsində, Neolit, Neapol dairəsində, 20 yanvar dairəsində dairə işarəsi varsa, Aqil müəllim. Bəli. Dairə işarəsi varsa, deməli qarşıda dairəvi hərəkət təşkil olunmuş yol ayrıcı var. 2007-ci ilin 6 noyabrından başlayaraq qaydalar belədir. Düz 6 ildir. 6 ildir. Hələ də başa salırıq. Hələ də başa salırıq. Yaxşı olar. Deməli, dairəyə yaxınlaşdıqda heç bir svetofor yoxdursa, deməli, yol ayrıcını idarə edən polis işçisi yoxdursa, yəni ki, nizamlayıcı və üstünlük nişanları yoxdursa, çox sadədir, yaxınlaşırıq, dairədə olan avtomobilləri buraxırıq, ehtiyatlı oluruq, gedirik, dairəyə daxil oluruq. İndi Nərimanovdakı prosesi, Nərimanov heykəli ətrafında bilmirəm nə qədər çox keçirsə yoxsa, mən işə gələndə çox zaman oradan keçirəm. Vəziyyət belədir. Bizə dairəvi hərəkətdir. Biz yaxınlaşırıq, dairəvi hərəkətdə olanı buraxırıq. Giririk dairəyə. Dairəyə fırlanıb qalxırıq yuxarı bu İnşaatçılar prospektinə tərəf. Qalxmaq istəyəndə bu Nərimanov prospekti ilə gələn sürücülər bizi gözləmirlər. Biz məcbur oluruq ki, onu gözləyək ki, onlar çünki onlara dairəvi hərəkət nişanı olsa da belə dairəni buraxmırlar. Yəni problem bundadır. Bunun üçün biz nə etməliyik? Yəni sürücülər bilməlidirlər ki, dairəni buraxmırlar. Yəni hərəkət təhlükəsizliyi üçün nə etmək lazımdır? Mən belə deyərdim. Bilirsiniz, yol hərəkətinin deməli nizamlanması barədə çox yerdə nişanlar düzgün qoyulub. Ancaq deməli bəzi dairələr öz həyatı ilə, dırnaq içində öz həyatı ilə yaşayırlar. Yəni işarələr deyir ki, gözdə sürücülər illərdir orada sürürlər. Və məsəl üçün həmin o dairə deyirsiniz. Mən onun yadımda qalan hissəsini deyim. Yuxarı hissədən gələndə orada dairə işarəsi var. Mükayil müşfiqdən düşəndə dairə işarəsi var. Qanunla nətər olmalıdır? Dairədəkilər getməlidirlər. Biz onları buraxmalıyıq. Amma orada aşağı düşdükdə dairədəkilər deməli dairədəkilər getmirlər, gözləyirlər sağal qaydası ilə bizi buraxırlar. Və biz məcbur olub axırda gedirik. Əlbəttə ki, sürücülər birinci növbədə qaydaları oxumalıdırlar. Deməli heç olmasa 6 ildir də deyirsiniz də. Bəli, 2000 sürməklərinə bir korrekt elementi əlavə etməliyik. Mən belə deyim, ehtiyatlı olmalıyıq. Ehtiyatlı düşünməliyik. Dayanmalıyıq, dairədəkini buraxmalıyıq, buraxmasa onu buraxmalıyıq, o
bizi buraxırsa, görsək ki, artıq yarım saatda durub bizi buraxır, amma getməlidir, daha axırı ki, getməlidir. Ehtiyatlı olmalıyıq birinci növbədə. Aydındır. 497 46 22-yə zəng edirsiniz, 91 63 SMS-ləriniz qəbul olunur. Yol hərəkətinə bağlı ürəyiniz hardan istəyir, sual verin, cavab verəcəyik artıq, hörmətli dinləyicilər. Yəni mən artıq studiyada tək deyiləm. Aqil müəllim bizim verilişimizin qonağıdır və ümid edirik ki, bundan sonra artıq qonağı yox, daimi sakin olacaq və yol hərəkətinə bağlı mənə aid və Aqil müəllimə aid bütün sualların cavabı, yəni ağır artilleriya deyə bilərik də buna. Yəni bütün suallara cavab üçün. Zəng edən dinləyicimiz var, onu eşidək. Alo. Alo, salam aleyküm. Aleyküm salam, kimlə danışıram? Mahmudla. Mahmud, necəsiz? Sağ olun, siz necəsiz? Yaxşı olasınız. Mahmud, hardasınız? Mən demək olar ki, Binəqədər arasından çıxdım. Kəndimizə gəlirəm, belə evimizə. Evimizə əcəb edirsiniz. Mahmud, bir sual verim sizə. Buyur canım. Plyonkanı 150 manat elədilər, münasibətiniz. 150 manat elədilər, nahaq elə? Yox, deyirəm ki, 150 manat elədilər, münasibətiniz. Münasibətim, yəni arxalara yoxsa qabaq yanlar, belə? Qabaq yanlar da, yəni arxa heç kimi şey yoxdur ki, qabaq yanlar. Arxa neşimiz yoxdur. Hə, qabaq yanlar əla, çox gözəl. Oyun olsa ki, sən onlara çıxarsınlar. O gün olsa. Aydındır, başqa deyəcəyiniz sualın? Hə, bir dənə sual verim sizə, sual müəllim. Bu indi mənə ərazini deməyəcəm, hansı ərazidəndir. Lazım o soruşdur, onu da deyərəm, o telefon nömrəsində deyər. Mən qaydan zəngi olunub. İlk dəfə o ərazidən, o rayondan mənə məktub vasitəsi gəlmiş. Mən məktubu getdim, götürdüm poçtdan, getdim o qayaya. Dedilər ki, 2 dənə kameram var. Mən arxadan şəkilləri göstərdim mənə, qabaq şəkillər yox idi. O gün 100 manat verdim, onu ləğv elədim. Yəni, bağsız, zasız. Hə, rüşvət deyə də belə. İndi mən ancaq zəngi olunub. Yəni, telefon nömrəsi də var. Şöbədə otağın nömrəsini də deyib. Yaxınlaşma. Deyirəm ki, qardaş, onu imkan varsa yazılı surətdə. Keçən dəfə ki, məktubunu göndərə bilərsən. Deyir ki, mən sənə deyirəm ki, olmaz, belə qanunu. Deyirəm, qardaş, belə qanun da deyir, 2 gündür, 3 gündür deyir, qanun çıxartdılar nazirdə. Həmin adam mənə belə deyir. Yox, elə bir şey yoxdur. Sizin ünvanınıza çağırış vərəqəsi gəlməlidir. Siz çağırış vərəqəsinin əsasında gedirsiniz Baş Dövlət Yol Polisi İdarəsinə, yəni hara çağırıblar, ora gedirsiniz. Ora getdikdən sonra isə siz hansı qaydanı pozmusunuzsa, ona uyğun da sizə inzibati protokol tərtib olunur. Prosedur qayda budur. İndi mənə zəng olunsa gedməyim. Bəli, əlbəttə. Deyən ki, qardaş, çağırış vərəqəsi göndər gedim. Hə, göndərsin, sonra gedim. Amma yaxşı bir şey də soruşum, Petrona. Nə üçün orada cərimələri rayonun, hansı həmin rayonun özündə ödətdirirlər? Nəyə görə ki, banka göndərmirlər? Mən istəyirəm banka falan dövlətə verim də. O sizin tam haqqınız və hüququnuzdur, gedib bankda ödəyə bilərsiniz. Bankda falan ödəyə bilərəm. Bəli, ödəyə bilərsiniz. Niyə mənə deyir ki, kesin də mənə deyir ki, belə şey yoxdur. Yox, o sizə niyə elə deyir, onun səbəbini mən sizə izah edə bilmərəm. Çünki mən İyo baba deyiləm. Yəni, o adamın nə fikirləşdiyini mən sizə təxmin edə bilmərəm. Amma sizin... Bir sənə deyirəm ki, Allah şəfa versin elə qayılara. Yox, indi siz gedirsiniz, bankda ödəyirsiniz cərimənizi və s. Təşəkkürlər, çox sağ olun zəngizə. Qəza əleyhinə kursanın təlimçisi və rəhbəri Aqil müəllim bizim qonağımızdır. Aqil Rəhimov yeri gəlmişkən məni sürməyi o öyrədib və təhlükəsiz düşünməyi də Aqil müəllim öyrədib və Aqil müəllim bu sualıma cavab verin, keçək reklamlara. Sürücü necə olmalı? Nə baş verməlidir ki, sürücü təhlükəsiz düşünsün? Yəni bu öncədən ona belə deyək də yazılmalıdır, yoxsa bu adama bir qədər təzyiq göstərmək lazımdır? Yəni sürücünün təhlükəsiz düşünməsi üçün nələr olmalıdır? Sürücünün təhlükəsiz düşünməsi üçün o adi vətəndaş kimi artıq həyatı haqqında, hələ sürücü olmamışdan qabaq piyadaçı kimi yolu keçəndə təhlükəsiz düşüncəyə malik olmalıdır. Yəni düşüncəli insan olmalıdır. Rul arxasına oturmamışdan qabaq o düşüncəli insan olmalıdır. Və düşüncəli insan deməli bilir ki, çətin işə girişir də maşın sürəcək. Ona görə o lazımi kursları tapmalıdır. Güclü kurslar tapmalıdır ki, harda ki qanunlar ona öyrətsinlər, qaydaları öyrətsinlər, bundan başqa təhlükəsiz sürməyi öyrətsinlər. Onu başa salsınlar ki, hər şey qanunla olmur. Bəziləri qanunları pozur. Bu barədə də düşünür. Əsas təhlükəsiz düşüncədir. Ondan sonra o düşüncə insana yol göstərəcək. Yəni lazımi kurslar tapmaq, nəzəriyyəni ikinci plana salmamaq. Bəziləri bir dəfə mənə zəng eləmişlər və deyirdilər, zəhmət olmasa qardaşıma maşın sürməyi öyrədə bilərsinizmi? Amma bir xahişim var. Nəzəriyyə lazım deyil bizə. Yalnız sürməyi öyrədin. Yəni sürə nişanı öyrənərik prinsipi. Mən qərib necə yəni qaydaları bilmədən hələ ki maşını sürməyi öyrənməli. Axı bu ayrılmaz hissələrdir. Yəni insan düşünməlidir və onda o düz yolu o açılacaq onun üçün.
o beynində o bölgə açılacaq. Yəni işıq yanacaq orada. Yeri gəlmişkən SMS-lər var. Yazırlar: "Salam Tural, adım Nicatdır. Mən bilmək istəyirəm 2012-ci ildə avtoməktəbi." Çox güman ki, sürücü bu barədə sual, daha doğrusu sürücü yəni ki, dinləyici bu barədə sual vermək istəyir ki, avtomobil məktəbi bitirmişəm, imtahana gedə bilərəmmi? Yəni belə təxmin edirəm, gedə bilər. Yəni o kursun kağızı qüvvədən düşmür. 10 illərlə düşmür. 10 il müddətində deyəsən düşmür. Bəlkə də çox düşmür. Yəni ki, o həmin məktəbə müraciət edə bilər, ancaq istədiyi gündə gedə bilməz. Hər məktəbin özünün günləri var. O məktəbin müdiriyyətinə müraciət eləməlidir. Ona deyəcəklər hansı gün imtahandır. Yəni hər vaxt istəyir sənədlərini götürüb qayaya gedə bilməz. Məktəbə müraciət eləsin. Ona deyəcəklər hansı gün getməlidir, ayın hansı tarixində, qrafik üzrədir hər şey. Və onu imtahana aparacaqlar. Verişdən öncə belə bir təxmin eləmişdik ki, pərdə və plyonkayı 150 manat eləyiblər və bununla bağlı sual gələcək. Artıq ilk SMS-lər gəlir plionka və pərdə ilə bağlı. Yer gəlmişkən Milli Məclisin bugünkü iclasında yol hərəkəti haqqında qanunda dəyişiklik olunub. Hörmətli sürücülər, deməli, nəqliyyat vasitələrində normativlər pozulmaqla avadanlıqların quraşdırılması, həmçinin oxlar üzrə çəkinin bərabər paylanmaması, həmçinin təhlükəsizlik, deməli, nəqliyyat vasitəsinin banşələrinin örtük və plyonkanın çəkilməsinin cəriməsi 50 manatdan 150 manata qədər artırılıb. Həmçinin yeni avtomobillər 4 ildən sonra texniki bağışa gedir. Yəni siz avtomobilinizi yeni almısınızsa və onun 4 yaşı tam olmayıbsa, yalnız 4 ildən sonra texniki bağışa gedirsiniz və avtomobil hər 2 ildən bir ondan sonra texniki bağışdan keçəcək. Yaşı 10-dan çox olan avtomobillər, yəni köhnə avtomobillərsə, yenə də eyni qaydada 1 ildən bir texniki bağışdan keçməlidirlər. Yəni bu yol hərəkəti haqqında qanuna edilmiş yeni dəyişiklikdir. Hələ qüvvəyə minməyib, ölkə başçısının imzasından sonra qüvvəyə minəcək. Reklamlardan sonra Aqil müəllimlə söhbətimizi davam etdirəcəyik. 5. İndi suallarına cavab verəcək. Avtostopu dinləyirsiniz. Studiyada mən Tural, təkdə ilə Aqil Rəhimov təlimçi ilə bərabər buradayıq. Aqil mənim bir daha axşamınız xeyir olsun. Axşamınız xeyir. Gələn SMS-lər var, onları oxuyaq. Hava haqqında proqnoz var, onu təqdim edək. Daha sonra bu təhlükəsizliklə bağlı bir sualım olacaq. O mütləq mənə lazımdır. Siz mənə hər dəfə bu bir yerdə çəkiliş etdiyimiz zaman bunları deyirsiniz, amma çox adam da bunu eşitməlidir radio vasitəsilə. Salam, mən maşınımı 5 ildir almışam. Salondan 2012-ci il texniki bağışdan keçmişəm. Təzə qanun mənim maşınıma necə şamil olunur? Siz 2 ildən bir texniki bağışdan keçəcəksiniz, amma hələlik sizə o şamil olunmur. Çünki qanun özü qüvvəyə minməyib. Tural, salam, mən bugün qayı saxladı. Bülşiselin səs boğucunun səsinə görə dedim bugün deşilib. Dedi ki, sən o gün radioda eşitdim ki, Turaldan soruşurdun ki, qayı saxlaya bilər ya yox. Gördün ki, saxlaya bilər. İndi düzəltmişəm. Arada çaşıram, elə bilirəm işləmir, maşın yazıb göndəriblər. Və mən sizə həmin vaxtda nə demişdim? Yəni sizin bu səs boğucunuzla bağlı sualınız mənim yadımda deyil, təəssüf ki. Salam Tural, mən də etibarnamə sürmək üçündür. Onun vaxtdan bir ay qalıb yeni mülki etibarnamə almaq mümkündür, yoxsa yox? Əlizamin yazıb göndərib. Həmin etibarnaməni verən şəxsdən ala bilərsiniz. Salam Tural, sürücülük vəsqəmi yanvar ayında cərimə yazılıb, onu ödəməmişəm. Bu halda məni nə gözləyir? Rövşən, 2 ay ərzində ödəməsəniz nəqliyyat vasitəsinə həbs verəcəklər. 3 ay ərzində ona hər günə 2% dəbbə pulu yazılır və 3 ay ərzində ödəməsəniz sizin sürücülük hüququnuz 1 ilə qədər məhdudlaşdırılacaq. Salam, maşınıma həbs veriblər, zəngə verə bilərlərmi? Zəngə getməsəm Mahmud yazıb göndərib. Zəngə görə maşına həbs verə bilməzlər, amma həbs verilib maşına getməsəniz bu sizin başınız ağrıya bilər Mahmud. Salam, zəhmət olmasa bu sualını cavablandırarsınız. Vaz 2107 motor 06 Texas motor və sığortadan keçməyə nə qədərdir? Ümumiyyətlə bilin, 2000 kub santimetrə qədər olan mühərrik həcmləri nəqliyyat vasitələrində texniki baxış 20 manat yol vergisi və 20 manat texniki baxış xidmətidir və sığorta isə 75 manatdır. Plyonka olarmı yazıb göndərirlər. Yenə bizə suallar var, onları deməli burada yol hərəkətinin nizamlaması ilə bağlı sualdır. Ona siz belə deyək də Aqil müəllim cavablandırasınız. Siz SMS-lə tanış olun. Mən sabah hava necə olacaq onu bileyim. Dinləyicilərə çatdırım. Daha sonra o sualınca bazarda işləyirlər. İndi isə gələn SMS-lər. DJ Turala sualın var. Veriliş ərzində sualını 9163-ə SMS-lə göndər. Bilmədiyiniz sual yoxdur. Avtostopu dinləyirsiniz. Mənim adım Turaldır. Aqil Rəhimov təlimçi, sürmə üzrə təlimçi bizim studiyamızda qonaqdır və mən belə deyək də Aqil mənim belə baxanda mənim qonağım deyil. Hər zaman Avtostopun televiziya verilişində bir yerdə masterclass rubrikasını aparırıq və gələn SMS hamınızı salamlayıram. Tural, xahiş edirəm artıq dərəcədə əlavə böyük siqnal svetofor qoydurun. Təhsil Nazirliyinin siqnallarında
Nazirliyinin siqnallarında, yəni svetoforunda Gənclik tərəfdən gələrkən sola körpülərə dönərkən işıqlar görsənmir və bunun ucbatından millət siqnalın üzərində uzanıb qırmızı işığı sürür, tıxac yaranır. Reklam bilbordları isə əlavə olaraq işıq qoysalar yaxşı olardı, kömək edin. Bu çox güman ki, Xətai prospektindən o deməli 3-cü Zavod tərəfinə Heydər Əliyev prospektinə çıxan yoldur. Yəni Gənclikdən yeni yolla düşürsən, sola dönəndən sonraki svetofordur. Ümumiyyətlə, əgər sürücü svetoforu görmürsə, Aqil müəllim, yəni şəxsi təcrübənizdən belə deyək, bu halda nə etməlidir? Əgər svetoforu sürücü görmürsə, yəni bir digər nəqliyyat vasitəsi bunu tutub. Məsələn, dünən belə bir halı müşahidə etdim. Dilarə Əliyeva küçəsində avtobus svetoforu qalxışını kəsmişdi. Mən nə etdim həmin halda? Deməli, arxadan siqnal verirlər ki, çünki avtobus keçirdi. Mən isə görmürdüm ki, rəng dəyişib ya yox. Siz nə ediniz? Mən gözlədim avtobus tam keçsin, rəngi görüm, daha sonra hərəkət edin. Çünki siz mənim tələbəm olmuşsunuz, ona görə. Mən də elə eləyirəm. Bunun cavabı elə belədir. Qanunda hətta belə bir müddəa var ki, əgər sürücü aydınlaşdıra bilmir ki, yol kimindir, o hesab eləməlidir ki, yol onun deyil. Belə eləyən sürücü uzun illər yaşayar. Ona görə də, əgər biz svetoforu görmürüksə, bu demək deyil ki, biz elə siqnalla hərəkət eləməliyik. Hərəkət edir. Bəlkə sənə qırmızı yanır və hadisə olanda mütləq sən cavab verəcəksən. Ona görə siz lap düzgün eləmisiniz. Elə bunu da bizim dinləyicilərə mən məsləhət verirəm. Görmürsünüz, daldan siqnallar versin də. Axı bir şey hadisə olsa o siqnal verən yox, arxadan siqnal verən yox. Sən qanun qarşısında cavab verəcəksən. Gözləmək lazımdır. Əgər avtobus qabağını kəsib avtobus gedər baxarsınız. Amma ondan qabaq o avtobusun pəncərəsinin içindən çalışın görməyə. Ərdən kömək eləyir. Əgər görmürsünüzsə, əgər deməli yük maşınıdırsa, gözləyin, siqnallara baxmayın, gözləyin. Daha bir məqam bu piyadalarla bağlıdır. Adətən bizə, yəni sürücülərə yaşıl yanında piyadaya qırmızı yanır. Bəli. Adətən belə olur. Bəli. Bəzən isə piyada svetoforu olmur. Bizə yaşıldır, piyada keçidində olur və bizim sürücülər mənə yaşıldır, onun qarşısından keçirlər. Bu halda özünü sığortalamaq üçün, yəni arxadan səni vurmasınlar və piyadanı vurmaq üçün sürücü hansı mövqeyini seçməlidir? Görün, mən sualı düzgün başa düşmüşəm. Bizə yaşıl yanır, biz tutaq ki sola dönürük. Bəli. Və sola dönəndə biz piyadaçını buraxmalıyıq. Bəli. Piyadaçı, siz sual verirsiniz ki, neyiniyək ki birdən dayansaq qanunla, arxadan zərbə almayaq və neyiniyək ki o arxadan zərbə alandan sonra tullanıb həmin piyadaçını vur. Bunu soruşursunuz. Bəli. Deməli, siz hər bir sürücü svetofordan tərpənməmişdən qabaq təkcə musiqiyə sizin verilişə yox, həm də güzgülərə baxmalıdır, ətrafdakı vəziyyəti bilməlidir. Yəni arxada kim var, buna fikir nə qədər araba səfəsi var? Məsələn, nə etmək lazımdır? Deməli, hərəkətə böyük sürətlə başlamaq lazımdır. Döngəyə gedirsinizsə, sürəti birdən-bir artırmaq lazımdır. Çünki oradan qəfil döndüyünüz tərəfdə qəfil piyadaçı çıxsa, siz qəfil tormuz verəcəksiniz və arxadan zərbə ala bilərsiniz. Ona görə bir halda ki, dönəndə artıq görürsünüz piyadaçı keçməyə başlayır. Siz sürətlə yox, yavaş, əlbəttə siqnallar olacaq, amma yavaş getdiyinizə görə arxadakı sürət götürə bilməyəcək. Ona görə yavaş tərpənirsiniz, daldan siqnallara qulaq asırsınız, siqnalsız bir gününüz olmasın. Və oradan ala sür, belə ifadələr. Piyadaçını buraxırsınız, hər nə olur ətrafda sürücü kompromisə getməməlidir. Bir dəfə qanunu pozdun, 2 dəfə siqnala fikir verdin. Axırda bir hadisə olanda heç kimə deyə bilməyəcəksən ki, daldan siqnallar var idi. Gedib qanun qarşısında cavab verəcəksən. Ona görə təmkinli olmaq lazımdır və möhkəm olmaq lazımdır rulda. Aydındır. 497-46-22 zəng edin, 91-63 SMS-ləriniz qəbul olunur. Deməli, gələn zəngimiz var, onu qəbul edək. Alo, salam əleykum. Əleykum salam, kimdən danışıram? Aydın da adı. Aydın, hardasınız? Mən Yasamalda. Yasamalda. Aydın, bir sual verim sizə. Bəli. Digər təhlükələr yol nişanı necə olur? Necə? Digər təhlükələr yol nişanı necə olur? Necə digər təhlükələr? Yəni, belə bir yol nişanı var. Digər təhlükələr. Olmur, olur. Birinci dəfə işləməliyik. Birinci dəfə işləyirsiniz? Sizin sürücülük vəsiqəniz var? Var. Neçə ildir sürürsünüz? 30 ilə yaxındır. 30 ildə bir dəfə kitabda görməmişsiniz ki, digər təhlükələr yol nişanı. Sözün üçün mən kitaba heç, vallahi necə kitaba baxmamışsınız? Heç baxmamışım da, yəni elə o... Necə sürməyə başlamışsınız? Necə öyrənmişsiniz sürməyə? Sürməyə elə mən avtoşkolda öyrədiblər. Avtoşkolda sizə göstərməyiblər? O imini sizin dediyiniz mənə rast gəlməyib belə bir şey. Digər təhlükələr. Aqil müəllim. Yəni zəhmət olmasa mən sual verməyim. Buyurun. Deməli, Aqil müəllimlə danışayım, yoxsa kimdir? Tural'la danışıyoruz. Aqil müəllim də eşidir bizi. Narahat olmayın. Biz ikimiz də danışa bilərik. Deyirəm ki, bir dənə şey biləm. Əgər məsələn yol ayrıcında deməli sağı buraxmalıyıq, bunu başa düşdük də. Əgər soldan gələn üçün sarı znak qoyulub ki, yol mənimdir.
Yəni o yol üstünlüyü də, nə deyirlər, baş yol işarəsi. Sizə baş yoldur, digəri soldan gəlir, düzdür? Aysa. Ona stop və ya gözləmə nişanı qoymayıblar yol ayrıcında. Və hər ikimiz elə bilir ki, yol bizimdir, düzdür? Və hər ikimiz keçiriksə, qəza olursa, günah kimin üzərində qalır burada? Əgər orada böyük bir ölüm hadisəsi ola bilər. Deməli, sizə baş yol nişanıdır, düzdürmü? Bəli. Həmin şəxsə isə hər hansı bir yol ver nişanı qoyulmayıb, düzdürmü? Qoyulmayıb, bəli. Həmin yol ayrıcında svetofor var yoxsa yox? Birinci buna baxaraq. Svetofor yoxdur. Svetofor yoxdursa, baş yolda olan şəxs hərəkət üstünlüyünə malikdir. O da eyni dərəcəli yollardır. Yox, ona baş yol nişanı yoxdur axı. Yox, amma o sağdan gəlir. Yox, qardaş, yola baş yolun olub olmadığından bağlı, yəni sizə baş yol qoyulubsa artıq o baş yol deyil. Mən başa düşdüm. O hardan bilsin ki, o baş yoldur və mənə gözləməlidir. O artıq sizin solunuzdadır. Aha. O sizin solunuzdadır. Deməli o mənim sağımdadır. Məndə baş yoldur. O sizin sağınızdadır. Yəni eyni cürə yollar, yəni enliliyi, uzunluğu eyni cürə yollar. Başa düşdüm. Əgər sizə baş yol nişanı varsa, onda nişan yoxdursa, baş yolda sayılırsınız siz. İkinizdə də nişan olmasaydı, sağdakı üstünlüyü buna malik idi. Aha, mən üstünə razı. Və o bilmir ki, məndə baş yol işarəsi var və elə bir ki, yol olanda keçir və qaza olur. Onun demək günah onda qalır, elə? Bəli. İndi bax, gəlin belə danışaq. Bakıxanov küçəsi ilə gəlirsən, Bakıxanov, Nəsimov vayankomatı yəqin yaxşı tanıyaq. Bəli, Zooparkın yanından döndəcək, o Nəcib bəyin. Zoopark yox. Rusiya səfirliyinin yanından gəlirsən, üzü həyat verirsən, qalxmaq istəyəndə, qalxmırsan, girirsən körpünün altına. Gəlirsən, Tibriski prospektə çıxarsan. Bəli. Orada kuruq işarəsi var. Bəli. Və o kuruq deyil, mən solumu gözləyəm, Qubanovdan gələnləri gözləyirəm. Və girirəm kuruqa, kuruqda da yol mənim olmalıdır. Tibrisdən gələn üçün heç bir işarə yoxdur, gözləmə işarəti. Və 2 il bundan qabaq orada bir qəza oldu və qız qaldı Kamazın altında. Qız Opel Vita idi, qız, qadın sayılağı. Kamaz onun üstünə nətər çıxmışlar, fövqəladə hallar gəlib onun nostunun altında güclə o Kamazı qaldırıb çıxarda bildilər. Orada mən qayət etdim ki, abla buz taxıb buradan götürün də. Bu indi burada günah kimdə oldu? Kamaz günah məndə deyil, çünki mən düz yolumla gəlirəm, Tibris prospektinə, enli yolla gəlirəm, məndə heç bir znak yoxdur, gözləmə znak. Yox, iş başa... Çünki mən kuruqdan çıxıram, mən gözləməməliyim. O dairəni gözləməliyim. Təbii ki, orada iş başındadır ki, biraz ehtiyatlı davranmalıydı, düzdürmü? Aqil mənim, əgər dairə varsa, dairəvi hərəkəti gözləmək lazım idi. Dairədən çıxırsınızsa, indi xanım Allah rəhmət eləsin, o da biraz ehtiyatlı davranmalıdır. Biz onların hansı hərəkət etdiyini vizual olaraq görmədiyimizə görə... Deyirəm sizə ki, mən o 2 il həmən vaxtda orada bir 20-30'dan qayış istəyirəm. Onlar dedim ki, o zdaxı ya oradan götürün, ya bunlar üçün bir ayrı bir zdax qoyun da. Və 2 ildə heç kim o vaxt fikirləşmirdi. Mesela bir dənə də qəza olanda, yəni ki, hər iki şoför burada pravdır, yəni düzgün çıxır ki, o deyirsin, mesela ölüm olmasaydı, deyəcək, mən kuruğa girmişdim, sağımı gözləmirdim. Yox, dairədə olan üstünlük hüququna malikdir. Dairədə olan öz, belə. Tibrisdən gələn heç bir znak yoxdur. Siz mənə bildiniz hardan Başa düşdüm, bildim. Onlara dairəvi hərəkət nişanı qoyulmayıb, düzdürmü? O nə dairəvi hərəkət, nə gözləmə işarə, üstün heç bir işarə yoxdur. O sadəcə fikirləşir ki, çox enli bir yoldan gəlir o. Fikirləşir ki, yol mənim keçib gedir. Və indi də bugünkü gündə də hamı keçib gedir oradan. Aydındır. Təşəkkürlər, çox sağ zənginizə görə. Buyurun, sağ olun. Minnətdaram. Aqil mənim, bir məqam var, ona biz mütləq toxunacağıq, yəni yadınızda saxlayın, bir rubrika var, onu dinləyək, daha sonra 44-37-yə zəng edə bilərsiniz. Aqil mənim, qısa olaraq bir məsələyə toxunaq. Deməli, Parlament prospektindən gələndə Şəhidlər Xiyabanının yaxınlığında dairə var, amma o dairədə dairəvi hərəkət yol nişanı yoxdur. Dairədə olanlar sağı buraxırlar Parlament prospektini, çünki dairədə dairə nişanı yoxdur. Bu sürücülər bunu aydınlaşdıraq ki, dairədə dairəvi hərəkət nişanı yoxdursa, üstünlük yenə də mi dairədədirmi? Tural, sual aydındır. Birinci ondan başlayaq ki, dairə də yol ayrıcıdır. Ancaq dairəvi hərəkət təşkil olunmuş yol ayrıcıdır. Və dairəni dairə edən yalnız dairəvi hərəkət təşkil olunmuş işarədir. Yəni onun forması burada oynamır. Yox. Yəni dairəvidir və yaxud kvadratdır, onun dəxli yoxdur. Əgər işarə, dairəvi hərəkət təşkil olunmuş işarəsi varsa, dairə işarəsi varsa, bu dairədir. Orada dediyiniz situasiyada əvvəllər doğrudan da deməzdim düzgün qoyulmamışdı, belə qoyulmuşdu. Yəni ki, dairə işarəsi var idi. Yəni biz Politexnik İnstitutunun tərəfindən gələndə dairə idi və orada nə alınırdı? Deməli,
nə alınırdı? Dairədəkilər yəni bizi buraxırdılar. Biz onlara əl qol atırdıq ki, siz indi. Onlar getmirdi. Amma bu yaxınlarda mən fikir verdim. Elə sizin verilişdə də var idi. Artıq o dairə işarəsi götürülübdür və hər şey qaydasına düşür. Hər şey hamı dayanır orada gözləyir sağını. Deməli, dairə işarəsi yoxdur. Yaxınlaşırıq, adi yol ayrıcıdır. Onlar bizim sol əlimizdədir. Biz gedirik də. Deməli, hər şey düzgün təşkil olunur. Amma Ukrayna dairəsində hələ ki eyni faciə, yəni dairə hərəkətin sürücülər tərəfindən riayət olunmaması davam edir. Eləsinlər də, riayət eləsinlər də. Qaydalar var, qanunlar var. Dairəyə daxil olan dairədəkini buraxmalıdır, düzdürmü? Əgər hər hansı üstünlük nişanları varsa, onlara əməl olunmalıdır. Nə mane olur ki, sürücülərə bunu eləməsinlər. Hər şey düzgün. Mən deyim nə mane olur? Nə mane olur? Qardaş, mən belə öyrəşmişəm. Belə öyrəşmisənsə, indi də cəriməlini ver, məsəl üçün. Aydındır. 497-46-22 zəng edirsiniz. 91-60 SMS-ləriniz qəbul olunur. Çoxlu sayda SMS-lər var. Onlar Reklam bitdi. İndi suallarına cavab verəcək. Avtostopu dinləyirsiniz. Studiyada mən Tural və təkdəyiləm təlimçi Aqil Rəhimovla bərabər və biz yol hərəkətinin təhlükəsizliyi barəsində danışırıq və təbii ki, siz suallarınızı artıq tək mənə yox, həm də Aqil müəllimə də ünvanlayırsınız. Ağır artilleriya. Bütün suallarınızın cavabı bizədir və bizə adəti üzrə Aqil müəllim yazırlar. Sual nə haqqındadır? Birinci də belə deyək də cəhddən tapa bilərsiniz. Sizcə birinci bu dəqiqə sual nə haqqda ola bilər? Salam əleykum. Arxa qapılarımın fortoçkalarında plyonka var, amma qapı pəncərədə yox. Buna cərimə düşürmü? Qara şəhər imzasıyla yazıb göndəriblər. Hörmətli Qara şəhər, nəzərə alın ki, əgər həmin o fortoçka salona düşürsə olmaz. Salam, mənim avtomobilim deməli crossoverdir. Arxa bagaj yan şüşələrə plyonka vurmuşam. Bu qanuna ziddirmi? Yaxşı olar ki, arxa şüşədə plyonkanız olmasın. Yəni Aqil müəllim niyə olmasını qısa olaraq izah edin ona. Yəni ki, arxa görüntü şüşəsində plyonka olmasın. Təhlükəsizlik baxımından. Burada iki faktor var. Arxadan gələn sürücüyə mane olması plyonkanın və həmin maşını sürən adama mane olması. Arxadan plyonkalı maşının arxasınca gələndə həmin plyonkadan ondan qabaqki maşını görmək olmur. Və bu zaman yol hadisəsi ola bilər. Bu birincisi, ona görə. İkincisi, mən plyonkalı maşında oturmuşam. Tələbəmin biri maşını yoldaşına hədiyyə verəndə biz birinci oturduq, elə plyonkalı da almışdı. İnanın dəhşətə gəldim. Yəni heç orta güzgüdə heç nə görünmür. Elə bir qaranlıq bir məkana düşmüsən. Birinci ondan xahiş elədim ki, əgər sən yol hadisələrinə düşmək istəmirsənsə, bu plyonkanı çıxart. Məsələn, yəni qısa konkret qardaş, sizin plyonkanız qanunla qadağa deyil bagaj yerində olan, yəni arxa görüntü şüşəsinin. Sadəcə o arxadan gələnə maneə yaradır, həm də siz arxanı özünüz görəməyəcəksiniz. Yəni yan güzgülərin işləməyi hər zaman ehtiyat deyil, orta güzgü də lazımdır, mütləqdir. Yazırlar, mənim maşınım 2011-ci dekabr ayının maşınıdır. Texniki baxışı müddəti fevral ayında qurtarıb. Bilmək istərdim ki, texniki baxış üçün nəzərdə tutulan yeni qanun mənim maşınıma aiddir ya yox. Təbii ki, sizin maşınınıza hələ ki aid deyil. Qanun qüvvəyə minəndən sonra aid olacaq. Salam Tural, Milli Məclisdə müzakirə çıxanların qərarı haqqında xülasə. Sərxoş sürücü gərək hələ qəza törətsin ki, cinayət işi açılsın. Nəyə görə biri küçədə silahlı adamları tuşlayıb atəş açırsa, bu onun artıq cinayət törətməsi deyilir, yoxsa mütləq kimsə yaralanıb öldürülməlidir? Bilirsiniz necə? Sərxoş surətdə nəqliyyat vasitəsinin idarə edilməsi cinayət məsuliyyəti deyil, inzibati məsuliyyətdir. Yəni hüquqda bunun adı cinayət məsuliyyəti deyil bizdə hələ ki. Hadisə törətməsi artıq inzibati məsuliyyətdir. Silahla kiməsə tuşlamaq isə bu kimisə insanın həyatına təhlükə yaratmaqdır. Bu artıq inzibati məsuliyyət deyil, cinayət məsuliyyəti ola bilər. Bəlkə bu silah icazəli silahdırsa, bu artıq xuliqanlıq da sayıla bilər. Yenə inzibati düşür. Yəni orada hüquqi incəliklər var. Hüquqşünaslar məndən daha yaxşı bilər. Salam, bugünkü qanunu dəyişiklikdən sonra arxa yan şüşələrdə zavod istehsalı caizdir. Yəni ona aydınlıq gəldi, xeyr, aydınlıq gəlmədi. Tural müəllim, Aqil müəllim, svetofor ağacların arasındadır, üzbəüz işıq qoymaq lazımdır. Ümidvarım kömək edəcəksiniz inşallah. Salam Tural, sürücü vəsiqəsi olmadan başqasının maşını idarə etməyin cəriməsinə qədərdir. 100 manat maşına gedir cərimə meydançasına. Salam, öyrənmək istəyirəm ki, mənim maşınım 2009-cu ilin buraxılışı olduğu halda texniki baxışdan keçməlidirmi? Çox sağ olun. Əlbəttə keçməlidir. Hələ qanun qüvvəyə minməyib. Salamlayıram sizi Tural və Aqil müəllim. miya.gov.az saytından radara düşmək barəsində məlumat almaq olarmı? Cərimələri saytdan öyrənə bilirəm, amma radar haqqında hansı saytdan məlumat ala bilərəm? Heç bir saytdan. Xarici vətəndaş protokol tərtib olunduğunda onun sürücülük vəsiqəsini dövlət yol polisi əməkdaşı almalıdırmı? Xeyr, almalı deyil. Salam, Aqil müəllimin tələbəsi olmaq üçün nə etmək lazımdır? Qiyməti biz efirdən deməyəcəyik, amma tələbəsi olmaq üçün Aqil müəllimin özünün şəxsi veb səhifəsi var. Həmin veb səhifəyə daxil olmaq lazımdır. 3W Profi.com
Profi xət, ortada xət, s.com. Bəli, 3w.profi-s.com saytına daxil olursunuz. Orada əlaqə nömrəsi və kurs neçəyə başa gəlir. Onların hamısı da var. Gələn SMS var. Bu svetoforda dayanıb və onu vuran dinləyici ilə bağlıdır. Suala cavab verəcəyik mütləq, amma növbədə bizi Mətanət xanım gözləyir. Ölkə və ölkə xaricində baş verən xəbərləri sizə Mətanət xanım çatdıracaq, hörmətli dinləyicilər. Və xəbərlərdən həmən sonra Avtostopun ikinci saatında Aqil mənimlə bərabər gələn SMS-lər və zənglər var. Onların suallarını cavablandıracaq. Sponsoru Cahan Motors. Verilişin rəsmi dəstəkçisi Baku Electronics. Verilişin rəsmi sığorta dəstəkçisi Az Sığorta. Verilişin dəstəkçisi Bank of Baku. Axşamınız xeyirli olsun bir daha. Bakı vaxtı 19:05 dəqiqədir. Studiyada mən Tural və təkdəyiləm təlimçi Aqil Rəhimovla bərabər sizin suallarınızı cavablandırmağa hazırıq. 497-46-22-yə zəng edin. 91-63-ə SMS-ləriniz qəbul olunur. Yol hərəkətinə bağlı bütün sualları mənə ünvanlaya bilərsiniz. Suallarınızın cavabı veriləcək. 91-63-ə SMS yazın. 497-46-22-yə də zəng edə bilərsiniz. Və gələn SMS-lər var. Aqil müəllim, keçək deməli SMS-lərə. Dünən işə gedirdim. Sabit sürət 60. Arxadan bir maşın sürətlə gəlirdi. Özün cırıb dağıdırdı ki, mənə yol ver. Mən də yol verdim. Yanımdan keçəndə mənə baxıb hirsli-hirsli Azərbaycan sayağı ürək sözlərini dedi. Amma səbirlə bunu müşahidə etdim. Görüm nə edəcək. Heç bir şey məndən qabaqda dayanıb tıxacda hamı kimi gözlədi. Düşür demək istədim ki, dayıcan, buna görə söyürdün məni. Gəlin bu təhqirləri yığışdıraq Allah xatirinə. Sürücü əslində belə baxanda düz eləyib, düzdürmü? Yəni səbirlə davranıb. Düz eləyib, provokasiyaya getməyib. Ümumiyyətlə hər şey nədən başlayır? Bəzi sürücülərdə rul arxasında, sükan arxasında mədəniyyətin olmamağına. O mədəniyyətin olmamağı da həmin insanın həyatda mədəniyyəti olmamağındandır. Amma səbirli olmaq lazımdır. Siz dünən verilişdə bir gözəl söz dediniz. Bəzi sürücülər bir-birinə qarşı amansızdır. Biz onu bilməliyik ki, biz hamımız bacı qardaşıq da, bu millətin övladlarıyıq. Düzdürmü? Ona görə nə bilim təmkin lazımdır. Təmkin belə insanlar var, siqnal da verirlər, hətta səni ötəndə sonra səni cəzalandırırlar. Deyim nədir o? Cəzalandırırlar, yəni padres. Kəsirlər adamı. Yəni sən mənə yol vermədin. Abalam 60-dır da burada yol. Burada təmkinli olmaq lazımdır. Güclü insanlar adətən təmkinli olurlar. Fikir vermək lazımdır. Padrezasiya eləyəndə vursa cavab verər qanunlar. Amma söyüş, dava bu məsləhət bilməzdim. Bir də elə bir deyək, qısa olaraq məsləhətiniz. Gelirsə sabit sürət 60-dır. Kimsə 90-la gəlir orada. Amma başlayır tappatarab səndən yol istəməyə. Məsləhətdir ki, yol verəsən, yoxsa elə öz sürətindən get. Yəni bəzən də o yol istəməyi digər şəxsin yoluna çıxmaq olur. Yəni mən öz zolağımdan gedirəm, o birisi öz zolağına gedir. Mən məcburam ki, bu tələsənə görə digərinin zolağına çıxım. O da sizin cavabına baxır. Dəyişdi, gəldi, çıxdı qabağıma. Burada məsləhətdir yol verə, yoxsa elə öz sürətindən get, yəni. Tural, hər şey baxır o ətrafdakı şəraitə. Yalnız açığını deyim ki sizə, qanunla siz ona yol verməyə də bilərsiniz. Məsəl üçün Fəhlə prospektində 60-dır, ikinci zolaqdasınız, düzdürmü? 60-la gedirsiniz, daldan siqnallar verir. Qanunla verməyə bilərsiniz, amma vermək məsləhətdir şəraitə baxaraq. Niyə görə? İnanın ki, elə sürücülər var ki, siz ona yol verməsəz, o qədər belə coşacaq ki, yəni sizi deməli ötmə əməliyyatı yerinə yetirəcək, cəzalandırmaq üçün pis edəcək bunu və o sizin maşını dəyə bilər. Ancaq necə yol vermək? Əgər sağda maşınlar varsa, siz belə qaçırdaraq maşını başqa maşına vursaz, o bir daldakı maşını sürüb gedəcək, siz qanun qarşısında cavab verəcəksiniz. Yox, əgər şərait varsa, dönmə işıqlarını yandırın ki, yaxşı, keçirəm, biraz sakitləş. Ondan sonra yol boşdursa keçirsiniz. Görün nə ola bilər? Təzə sürənlərin başına nə oyun gəlir? Daldan işıqlar gəlir, qadın xeylağı dal güzgüyə baxır, görür dəhşətli işıqlar, sağa maşını o dəqiqə götürür və hələ həmin an arxadakı, həmin o sağdan onu ötüb onu vurur məsəl üçün. Və yaxud bu qadın başqa maşındır. Ona görə çox təmkinlə, amma yol vermək məsləhətdir. Dalda dəli gəlirsə şəraiti qiymətləndirmək lazım. Şəraiti qiymət, amma qanunla yox, qanunla verməyə də bilərsiniz. Yazırlar, Tural bağışda məni dairəvi nişan tələbini dəyişib çaşqınlıq yaradıb rüşvətə imkan yaratmaqdansa elə yol ver ya da dur nişanı əlavə etmək ədalətli olmazmı? Axı hamı qanunları oxumur, sizə də qulaq asmır. Ümumiyyətlə birincisi yol hərəkəti yalnız 1-2 nəfər qanunu bilmir deyə ona görə dəyişilməz. Düzdürmü Aqil? İkincisi dairəvi hərəkət yol nişanı varsa və hamı bilir ki, dairəvi hərəkəti buraxmaq lazımdır. Ora əlavə yol nişanı qoymaq bu artıq çaşqınlıqdır. Çünki həmin şəxs gedə bilər tutaq ki Rusiyaya, eyni cür olan şəxs. Orada yol ver nişanı yoxdur dairənin altında və orada başlayacaq qardaş, məndə yol ver var idi, burada yoxdur. Deməli yol mənimdir. Yəni dairəni buraxmayacaq. Yəni bir neçə nəfərə görə qanun dəyişilməz. Bu bəhanələrdir hamısı. Bunlar hamısı bəhanələrdir.
qanun var. Dairəvi nişanda buraxmaq lazımdır sürücünü. Və salam da burada nə ola bilər? Yasamal İcra Hakimiyyəti tərəfindən svetofordan dairəyə qalxarkən aşağı düşmək üçün dairənin sağdan gələnləri, dairəyə girənləri buraxmalıdırlarmı? Cavabı gözləyirəm, nə qədər düzgündür? Hamı gözləyir, nə qədər düzgündür? Təkrar edirəm. Yasamal rayon İcra Hakimiyyəti tərəfindən svetofordan dairəyə qalxarkən Musabəyevin heykəli tərəf. Musabəyev dairəsi. Deməli, svetofordan dairəyə qalxarkən aşağı düşmək üçün dairədən sağdan gələnləri, dairəvi girənləri buraxmalıdırlarmı? Hamı gözləyir. Yəni sağdan gələnlər dairəni buraxmalıdırlarmı deyəndə siz nə edəcəksiniz? Çox güman ki, Musabəyev heykəlinin arxasından deməli İnşaatçılar prospektindən aşağı balaca kiçik yol gəlir. Oradakılar, yəni dairə adətən oradakiları gözləyir. Mən onu müşahidə eləmişəm. Dairə oradakiları gözləyir. Onlar onu soruşur ki, düzgündür yoxsa yox? Aha, mən sizə deyim, doğrudan da, məsəl üçün, həmin dairədə hər şey, deməli, yol təşkili barədə düzgündür də, hər şey qoyulub da. Amma bəzi dairələr var ki, öz həyatı ilə yaşayırlar, gələn deyirəm, kimin ucbatından. Həmin dairəni, deməli, belə yaşatmaq istəyən sürücülərin günahından. Qardaş, qayda var, düz deyir, o sürücü düz deyir. Diyanırlar, deməli, dairəyə daxil olanı buraxırlar, sən də məcbur olursan gedməyə, çünki bu diyanırlar az qala pəncərədən əlbi çıxardıb, ay qardaş, siz dairədəsiniz, 2007-ci ilin 6 noyabrından hər şey dəyişib demək istəyirsən, sonra fikirləşirsən ki, sənə dəli deyərlər, belə var ona, söz var. Ona görə burada nə etmək lazımdır? Burada prosta ehtiyatlı olmaq lazımdır. Əslində qayda ilə dairədəki... Yəni Musabəyev heykəlinin arxasında, yəni keçmiş Musabəyev o dairədə olan üstünlük hüququna malikdir. Sağdan gələnlər isə onları buraxmalıdırlar. Amma nə olur? Adətimiz üzrə biz yenə də başqa cür hərəkət edirik. Gələn SMS Salam Tural 3 motorun texniki baxışın dövlət rüsumu nə qədərdir? 60 manat. Mən Hyundai maşınımın pultunu və açarını itirmişəm. Jiguli maşınını arxadan vurdum, polis araşdırarkən ikincisi də Jiguli maşınımı arxadan vurdu, polis aktlaşdırarkən ikincisi də vurdu. 7 ay keçib vuranlar pul verməyiblər, cərmələniblər. Məhkəməyə müraciət edə bilərəmmi? Siz məhkəməyə müraciət edə bilərsiniz. Mülki qaydada ziyan dəyibsə, mülki qaydada ödənişi tələb edə bilərsiniz. Yolun sol hissəsini uzun müddət tutmaq olmaz axı, yazıb göndəriblər. Burada bir mənası mən diqqət edim. Hörmətli sürücülər, yol hərəkəti haqqında qanunda hansı sağ zolağın mütləq tutulacağı 2 yol var. Biri avtomagistrallardır ki, siz mütləq yolun sağ kənarına hərəkət edib solunu boş buraxmalısınız. Bir də avtomobil yolu nişanı olan yollarda. Yəni 2 yol var ki, biri də avtomagistral və ya avtomobil yolu nişanı varsa, siz mütləq sağ zolağı tutmalısınız. Digər hallarda isə siz sol zolaqla getsəniz, buna görə inzibati məsuliyyət daşımırsınız. Tuta bilərsiniz solu. Məsləhətdir ki, sağla gedəsiniz. Amma solu tuta bilərsiniz. Məsələn, tutaq ki, Aqil mənim dediyi Nobel prospektində 4 zolaqlı hərəkət yoludur. Burada ortadan qoşa xətt var. Baxma, hər hansı bir hüquq qüvvəsi olmasa da ayrıcı xəttdir. 1, 2, 3, 4. Siz 4 sol kənar zolaqla gedirsiniz. Siz düz gedəcəksiniz günəşli tərəfə. Sağ 2 zolaqsa hər zaman dönürlər bunlar Əhmədi tərəfə dönmək üçün o nargilənin dairəsindən. Mən gedim ora, sonra təzədən başlayım sola tərəf meyl eləməm. Yəni mənası yoxdur və həmçinin bu məsələyə qeyd edim. Bəzən sürücülər zolaqlarda yerləşmək məsələsində yanlışlıq edirlər. Məsələn, bir də göstərim, məsələn mən özüm 4-cü zolaqla gedirəm Nobel prospektində, çünki mən düz gedəcəm üzü övsana. Qabamda olan solu gedir. Bir də gördüm. Yandırdı dönmə işığını. Gedir düz sağ kənar zolağa, çünki o sağdan dönəcək nargiliyə. Bu cür sürücülərdən uzaqlaşmağın reseptini mi deyim və bu zaman hansı hərəkət eləməlidir sürücü? Ümumiyyətlə bu cür eləmək nəyin göstəricisidir? Yəni sürücü niyə görə belə eləyir? Niyə görə biz zolağı düzgün seçmirik Aqil müəllim? Tural, biz seçmirik deyəndə elə deyil. Siz mənim tələbəm kimi zolaqları düzgün seçirsiniz. Elə mən də elə çalışıram tələbələrimə elə öyrənim. Niyə bəs başqaları elə eləmir? Yəqin ki, onlar qanunları bilmirlər. Amma qanunlar qalsın bir qırağa. Onlar məntiqə sığmayan hərəkət edirlər. Qanunu tutaq ki, oxumamısan. Sol sağ zolaqdasan, qəflətən sağa gedirsən. Bu bilirsiniz nəyə oxşayır? Sağ qulağı sol əllə qaşımağa oxşayır. Bax, praktikada bunu elə görürük, çox narahat şeydir. Onu da eləyirlər. Yəni məntiqə də sığmır, qanuna da sığmır. Və niyə belə eləyirlər sualına? Valla bilmirəm. Yəni onların müəllimi Aqil müəllimi olmayıb. O dəqiq bilmirəm. Yəni onlar başqa yerdə öyrənir. Amma bunun bir məsələsi ola bilər də Aqil müəllim. Yəni bu adam bu zolağı dəyişərək ən azından digər hərəkət iştirakçılarına qarşı hörmətsizlik edir. Ən azı hörmətsizlik. İndi qayda pozur, yolun hərəkət hissələrində yerləşmək İnzibati Xətalar Məcəlləsinə görə 151 40 manat cərimə yazılır ona. Yolun hərəkət hissəsində düzgün yerləşmədiyinə görə. Manevr edir, biz dayanırıq və s. və s. O ən azından bizə qarşı hörmətsizlik edir.
Bəzən sürücülər bir-birinə qarşı hörmətsizlik edəndə ona qarşı eyni cür cavab vermək lazımdırmı? Necə yəni adekvat cavab vermək lazımdır ki, mən məsləhət bilməzdim. Bilirsiniz nə üçün? Məsəl üçün bəzi dinləyicilər fikirləşirlər, bu nə deməkdir? Yəni biz sayağı deyil ki, yəni məni təhqir elədi, pəncərədə da söyüş yoxdur. Yəni pəncərədə, bağlı pəncərədən əl-qol görürsüz də məsəl üçün və nəlbəkiyə oxşayan gözlər görürsüz. Siz görmüsüz buralarda? Mən hər gün 8 saat görürəm bunu. Mən dönüb kimsə sənə nifrətlə baxır. Deməli, iş orasındadır ki, bu bütün gün ərzində bir adam olsaydı, siz onu saxlaya da bilərdiniz. Ay, ağsaqqal niyə belə eləyirsən? Siz gündə 10 nəfərlə dalaşacaqsınız. 20 nəfərlə dalaşacaqsınız. Çatdırmaq mümkün deyil. Siz biraz filosof olun da. İndi budur da, məsəl üçün bizdə hərəkət belədir. Yox, belə deyil. 70%, 80% özünə hörmət qoyur, normal sürür. Hər bir kollektivdə deyir Semyanin Bizuroda. Bir 10% də olur da. Gərək onlara fikir verəsiniz. 497 46 22-yə zəng edin. 91 60 SMS-ləriniz qəbul olunur. Rubrikalarımız var, onları şimdi söhbətimizi davam etdirəcəyik. 166 yük taksisi təqdim edir. Gidin yaraşığı. Bəzi körpülər təkcə quru nəqliyyat üçün deyil, həm də su nəqliyyatı üçün istifadə edilir. Çox vaxt bu cür körpülər nəqliyyat vasitəsinin bir su kanalından digər bir su kanalına keçidi üçün tikilir. Dünyanın ən böyük su körpüsü Avropadadır. Magdeburg körpüsünün uzunluğu 918 əmanətli daşınacaq. DJ Trala sualın var. Veriliş ərzində sualını 9163-ə SMS-lə göndər. Bilmədiyiniz sual yoxdur. Yəni SMS var. Salam Tural, Balaxanı yolunda Binəqədiyə yaxın hissədə 2 gündür svetoforun işləməməsi səbəbindən tıxacın bucağı görsənmir. Səsləndirməyinizi xahiş edirəm. Hörmətlə Emin yazıb göndərim. Bu Eminin SMS-nə cavab olaraq bəzən bizdə svetofor işləməyəndə yol ayrıcılarında və kəsişmələrində tıxac olur. Bu isə bəlkə də nonsensdir. Çünki svetofor işləməyəndə artıq siz arxasını siz gətirin də, agilməm. Yəni svetofor işləməyəndə sürücülər professional sürücü qəza əleyhinə kursların təlimçisi Aqil Rəhimov və mənim müəllimim Aqil Rəhimov sizə izah edir. Svetofor işləməyəndə tıxacın yaranma səbəblərindən biri nədir? Çünki belə deyərdim. Svetofor işləməyəndə tıxac aləm qarışanda, hər yerdə yox, bəzi yerlərdə aləm qarışır. Nə etmək lazımdır ki, necə olmalıdır, ondan başlayaq və biz nə etməliyik? Deməli, svetofor işləməyəndə normal sürücü o dəqiqə baxmalıdır üstünlük nişanlarına. Əgər onda baş yol işarəsi varsa... Çox gözəldiniz, normal sürücü. Normal sürücü baxmalıdır. Deməli, siz özü bilirsiniz ki, üstünlük nişanları svetofor işləməyən kimi elə bir ki, qüvvəyə minir. Və baxmalıdır. Baş yol işarəsi varsa, deməli, yol onların tərəfidir. Arxası nətər gələcək, onu sonra deyəcəm. Amma necə olmalıdan gedir söhbət. Əgər üstünlük nişanlarından yol ver və yaxud stop nişanı varsa, deməli, o biri tərəfi buraxmalıdır. Praktikada hərdən elə alınmır. Bəzən alınır, bəzən alınmır. Bu zaman nə etmək lazımdır? Deməli, adətən nə tər olur? Deməli, svetofor işləməyən kimi elə bir ki, siqnallar, sağ tərəf girir, sol tərəf girir, sağdakılar soldakılara ağıl qoyurlar da əllə. Deməli, belə şeylər ola bilər. Bu zaman bunun qudazına yeni sürən sürücü düşə bilər. Burada bir dənə incəlik ondan ibarətdir ki, tutaq ki siz, deməli, məsələn ki, bu yaxınlarda, deməli, Medin İnstitut tərəfdən düşəndə, sol tərəfdən, gənclik tərəfdən gələn yolda tıxac var idi. Hiss elədik ki, tələbi ilə hiss elədik ki, aləm qarışır. Məsəl üçün də. Çünki necədir? Məsələn, yenə deyirəm, 70-80% normal sürür və normal sürmək istəyir. Amma 2 nəfər var. Amma 2-3 nəfər elə vəziyyətə qatışdırır ki, yəni ki, orada tıxac yaradır. O sistem pozulur. Yəni qanunun tələb etdiyi sistem pozulur, aləm qarışır. Ona görə məsələn sol tərəfdən güclü axın gəlirdi. Yəni elə bir moment gəldi, çatdı ki, qırmızıya girən, yaşıla girən, əlbəttə biz gözlədik yaşılı. Ondan sonra vəbşə qanun deyir ki, əgər orada tıxac varsa, ora girmə. Əvvəl onu fikirləşdik tələbi ilə bəlkə girməyə. Sonra daldan siqnallar axşama kimi burada olacağımızı fikirləşdik. Sonra biz sağ zolağı götürdük. Əvvəlcədən sağ zolağı götürdük. Çünki əsas axın soldan gəlirdi. Birinci zərbə altında biz tərəfin, aşağı düşən tərəfin sol tərəfinə dəyəcəkdi. Biz ən sağ zolağı götürdük və ondan sonra yaşlıla daxil olduq. Ehtiyatla Allah deyə yalvara ki, məsələn, heç nə olmasın. Çünki ola bilər elə şeydə. Məsələ bitəndə hər şey ola bilər. Ona görə sağ zolaqda. Yəni onu deyirəm, ehtiyatlı olmaq lazımdır. Və svetofor işləməyəndə, deməli, svetofor işləməyəndə də, hörmətli sürücülər, nişana baxırsınız, nişan olmayanda sağ qol prinsipi ilə hərəkət edirsiniz. Yəni, svetofor işləməyəndə tıxacın yaranmasının əsas səbəbi nişana və sağ qol prinsipinə əməl edilməməsidir. Buna əməl etsələr, sürücülər təbii ki, həm yolda sağ qalacaqlar, bizim verişimizin cevizi olduğu qədər və həm də yolda tıxac olmayacaq. Gələn SMS-lər var, zəngimiz də var, yeri gəlmiş. 077 375 85 15.
İndi suallarına cavab verəcək. Avtostopu dinləyirsiniz, studiyada mən Tural, Aqil Rəhimov təlimçi ilə bərabər, qəza əleyhinə kurslarının təlimçisi Aqil Rəhimovla bərabərik. 497-46-22-yə zəng edirsiniz, 91-63-ə SMS-ləriniz qəbul olunur. SMS-lər çox olduğuna görə biz bütün zəngləri qəbul edə bilmirik, çünki zəngləri də qəbul etsə fikirlərimizi çatdıra bilməyəcəyik, amma zəngimizi qəbul edəcəyik bir neçə dəqiqədən sonra. Gələn SMS-lər var, Aqil müəllim oxuyaq, sizə uyğun olanları da siz də cavablandırarsınız. Salam Tural, dəniz vağzalının yanında radarın arxadan çəkməsi nə dərəcədə düzgündür və cəriməsi nədir? Birincisi, cəriməni müəyyənləşdirmək üçün birinci bilmək lazımdır ki, siz hərəkət sürətini nə qədər aşmısınız. O ki, qaldır radarın arxadan çəkməsinin nəticəsinə, əziz dinləyicilər, radar sizi arxadan çəkə bilər. Bu qeyri-qanuni deyil. Amma sonraki araşdırılmalar nəticəsində siz sükanın arxasında olub-olmadığınızı müəyyənləşdirir. Radarın işləmə funksiyasını qısa olaraq sizə izah edim. Radar Doppler qanunu işləyir. Fizikanı oxuyanlar bilirlər. Bu siqnalı göndərir, əşyaya dəyir, siqnal qayıdır radara və radar müəyyənləşdirir ki, Doppler qanununa əsasən dəydiyim əşya hansı sürətlə hərəkət edir. Siz arxadan çəkilə bilərsiniz. Bu qeyri-qanuni deyil. Yəni arxadan olan şəkil sizə sübut kimi təqdim oluna bilər. Sizin maşındır, sizin maşındır. Sürətli, sürətli. Siz həmin sürəti aşmısınızsa, deməli sizin şəkliniz olacaq. Mənim şəklim yoxdursa, deməli mən aşmamışam. Amma ən əsas məqam Aqil müəllim. Siz istəmirsiniz sizi arxadan, qabaqdan, yandan çəksinlər. Qarşı sürət hətta aşmayın da. Yəni Turası düzgün dediniz. Hətta məsəl üçün işarə də qoyurlar ki, qabaqdan ki, radar var. Vallahi olmasa da olur. Müəyyən sürət qanunu var da 60, 40. Bəli. Və salam da həmin qaydaya baxdı. Sənə əlavə işarə də lazımdır ki, qabaqda radar var. Sürət aşağı salasan, sonra o znakdan sonra 2 qat sürəsən. Müəyyən qaydalar var. 60 şəhər. Heç bir işarə olmasa da sürət şəhər içində 60-dır. Artırma da. Özü də dediyi ərazi dəniz vağzalı ətrafı, Nifşa prospekti bulvardır, yəni dəniz parkıdır, milli parkdır, insanlar keçirlər. Dəniz vağzalında dəniz deməli bərə ilə Türkmenistandan, Qazaxıstan gələnlər, sərnişinlər var. Bəli. Orada həmçinin piyada keçidi və avtobus dayanacağı var. Yəni orada 60-dan yuxarı getmək ən azı təhlükədir. Çünki sağdan soldan nəqliyyat vasitələri var, piyadalar keçir, dəniz vağzalından gələn milli park və s. və s. Yəni sizi arxadan çəkiblər, arxadan çəkmək düzgündür, amma sonraki araşdırmada sükanda sizin olub olmadığınız müəyyənləşdiriləcək. Hörmətli sürücülər, və bundan sonra isə siz inzibati məsuliyyətə cəlb olunacaqsınız. Hərəkət sürətini nə qədər aşmısınız, o əsasdır. Salam, sürücülük vəsiqəsini özümlə götürməmişəm və polis saxlasa cəriməsi varmı, yaxud vaxt verilir vəsiqəni təqdim etmək üçün 3 saat ərzində vəsiqənizi gətirə bilərsiniz. Salam Tural bəy, maşınımın Kroqavoy butul üçün şüşədir. Arkada da plyonka var. Buna görə mənə cərimə yazıla bilərmi? Yazıb göndəreyim. Ümumiyyətlə butul üçün şüşə deyəndə sizin şüşələrin Azərbaycan standartları ilə sənaye üsuluyla qaralması var. Yəni məsələn mən özümdən misal olaraq gətirim. Hər zaman insanlar bir nümunə gətirməlidir. Mən özümdən misal gətirim. Mənim maşınımda avtomobilin şüşələri sənaye üsulu, yalnız arxa şüşə sənaye üsulu qaradır. İçəridən bayır aydın görünür. Bayırdan da içəri aydın görsənir. Plyonka yoxdur. Aqil müəllimin maşında təlimçidir. Neçə illərin sürücüsüdür və o özünə o komfortu arzulaya və istəyir ki, məndə də plyonka olsun. İstəmirəm. Mənə belə daha komfortludur. Yəni sizin nəqliyyat vasitənizdə plyonka təhlükəlidir. O ki qaldı şüşənin qaralığı, bu sənaye üsullu qaralıq var. O standartdır. Mən bilmirəm. Məsələn, alın şüşə 25, deməli alın şüşə 75%-ə qədər ağ olmalıdır. Qabaq yan şüşə 60%-ə qədər, 30% deməli 70%-ə qədər ağ olmalıdır. Arxa yan şüşə isə 60%-ə qədər sənaye üsulu ağ olmalıdır. Yəni digər faizlər isə onun qaralığıdır. Salam qardaş, mənə də radar çəkdi. Yolda polis saxladı, arxadan çəkmişdi. Mən ondan şəkili yox idi. Məni öndən şəkili yox idi. Polis mənə cərimə yaza bilər. Deyər ki, müəyyənləşdirim ki, məsələn, sən sürmüsən. Mən sizə bir şey deyim. Sizə əlbəttə cərimə yaza bilər. Siz bilirsiniz ki, bu sizsiz. Yəni orada əlavə problem yaratmaq ki, qardaş, sübut edə ki, mənəm, bunun mənası yoxdur. Bu artıq digər hərəkət iştirakçılarına qarşı hörmətsizlik. Siz hərəkət sürətini aşmısınız. Kişi kimi də arxasında durun, cərimənizi ödəyin. Məsələ arxadansızsa, yəni təkrar edirəm, radarın işləməsi, radar sizi lap yandan da çəkə bilər. Problem deyil. O əsas siqnalı ötürür, əşyaya dəyir, siqnal qayıdır və sürəti qəbul edir. Hərəkət sürətini aşmayın. Yəni sizi sürətinizi arxadan çəkməyi tam qanunidir. Vəssalam. Bizdə normal sürücülər çətin tapılır. Nərimanov heykəli dairəsində qaydaları dəyişib dairə nişanı qoyublar. Heç kim baxmır ona. Gördüyümüz kimi Aqil müəllim, siz dediysiniz 70%, amma mən hesab edirəm ki, normal sürücülər 70-dən daha azdır. Eləmi? Bəli, çünki məsələn bugün mən gördüm Sənəd Vurğun küçəsində cümə günü idi, insanlar ibadətə gəlmişlər Təzəpir məscidinə, amma mən
əslində düz Allah namazlarını, dualarını qəbul eləsin, amma mən digər insanları incidərək gedib namaz qılmağın tərəfdarı deyiləm. Çünki məndə o görüntülər də var, video qeydiyyatçı tərəfindən qeydə alınıb, Avtoson televiziyasında gələn həftə göstərəcəyi. Yolun hərəkət hissəsi 4 zolaqlıdır. 4 zolaqlıdır. Onun 3-ü namaza gələn insanlar tərəfindən sadəcə park edib gediblər. Yəni olardı ki, bu nəqliyyat vasitəsini başqa bir yerdə park eləsinlər, avtobusla gəlsinlər, ayaqla gəlsinlər. Yox, hamı 3 zolaq çəkir və bir zolaq saxlayıblar sürücülərə. Parklanma haqqında danışacağıq. Elə fikrinizi yadınıza saxlayın. Sabah hava necə olacaq onu deyim. Belə eləmək olmaz, hörmətli sürücülər. Yəni ibadət ediriksə düzgün ibadət edək. Digər insanları incitməyək, digər insanlara narazılıq yaratmayaq. Valla oradan gedənlər sizə qarşı böyük etirazlarını bildirirlər. Onların dinlə heç bir əlaqəsi yoxdur və heç dinə də qarşılayacaqları yoxdur. Sadəcə siz namaza girmək üçün 4 hərəkəti zolağın 3-ünü də birbaşa zəbt edirsiniz. Nəqliyyat var, saxlayırsınız. Də internet sazdır. DJ Krala sualın var. Veriliş ərzində sualını 9163-ə SMS-lə göndər. Bilmədiyiniz sual yoxdur. Aqil müəllim, bu park etməklə bağlı. Bəzən olur ki, sürücülər yolun sağ və sol kənarlarında saxlayırlar. Bugün bir sürücünü görmüşəm bu Füzuli küçəsində. Düz svetoforun altında insanların dayanıb svetoforun rəngini gözləyib daha sonra hərəkət etdiyi stop xəttə nəqliyyat vasitəsini park edib getdiyi belə deyək də şəraitlər və hallar da var. Bu zaman gəlib dayanırsınız onun arxasında. Bu zaman sürücü hansı hərəkətləri etməlidir? Yəni yolun sağ və sol zolaqları tutulub, daha təhlükəsiz hərəkət etmək üçün nə etmək lazımdır? Yəni hərəkət ardıcılığı nədən ibarət olmalıdır? Yəni parklanıblarsa sağda, solda, sən də o dar yerdən keçməlisən belə. Birinci onu deyim ki, nətər olmalıdır. Elə olmamalıdır. Adi məsələ, elə olmamalıdır. Yəni ki, siz özünüz bilirsiniz ki, yol ayrıcılarında maşını saxlamaq olmaz. Yol aracılarından 5 metr qalmış saxlamaq olmaz, düzdürmü? Və nişanlarda saxlamaq olmaz və başqa qaydalar var da. Amma praktikada görürük ki, belədir. Çox maraqlıdır. Bizim bəzi sürücülərimiz qanunu bilirlər, oxuyublar. Və qanunda olmazsa, bu xatalıdırsa, hətta onun maşınları da xatalıdırsa, çünki dönəndə vurarlar. Amma ona çox lazımdırsa, məsələn, düşüb gedib siqaret almaq, o maşını qoyub gedəcək. Nə etməli? Ehtiyatlı olmaq lazımdır. Çünki bilirsiniz, orada yalnız ehtiyatlı olmaq, yenə deyirəm, sürət ayaq əyləşdə olmalıdır. Məsələn, həmin o hündür cipdirsə onun dalından adam çıxa bilər. Düzdürmü? Yenə də ehtiyat. Qapı açıla bilər, arxadan kimsə gələ bilər. Arxadan bilərsiniz, görməyə bilərsiniz, svetoforu görə bilməyəsiniz. Ehtiyat. Nə deyim, başqa nə deyim? Bir şey var, bir məqama diqqət edək, Aqil müəllim. Məsələn, sürücülər adətən təlimçi siz bilirsiniz. Eyni şey məndə yaşanır. Məsələn, biz hərəkət edirik nəqliyyat vasitəsində. Təlim nəqliyyat vasitəsi bir qədər fərqli idarə olunur. Çünki vəsiqəsi olmayan bir şəxs tərəfindən idarə olunur. Bu zaman sürücülər nə edirlər? Həmin təlimçi nəqliyyat vasitəsinin arxasına düşüb başlar ona siqnal verməyə. Yəni bu adam onsuz da sürməyi bilmirdi, təzə öyrən. Düşmüsünüz bunun da arxasına və başlayırsa siqnal verməyə. Belə olan hallarda yeni öyrənənlərə məsləhətdir. Yəni siqnal verdiyi zaman siz necə edirsiniz ki, onlar o vəziyyətə düşməsinlər, həyəcanlanmasınlar və ya çıxsınlar o vəziyyətdən. Mən öz praktikamda bilirəm, digərlərə belə deyək də örnək olsun deyə. Yəni tutaq ki, siz gedirsiniz, yeni sürücüsüz, arxadan bip 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 bip. Yəni bu bip biplərin əlacı nədir? Əlacı nədir? Tural, çox gözəl deməli sual qoydunuz. Bu bütün təlim müəllimlərinin problemidir. Elə ki, arxadan gələn bəzi sürücülərdən gedir. O T hərfini gördülər. Onlar hərdən mənə elə gəlir ki, onlar bu T hərfini tıspağa kimi oxuyurlar. Və ya taksi kimi oxuyurlar. Əvvəllər o Sovetin vaxtında U idi, urod. İndi amma tıspağa kimi qəbul edirlər. Və burada nə problem yaranır? Əlbəttə ki, hər hansı yaxşı təlim öyrədən təlimçi heç vaxt sağa qoyub sol zolaqda getməz. 40-la, da 60-la da yox, öyrətmək 40 da olur. Sağ zolaqla, sol zolaq boşdur. Bir də görsə dəhşətli siqnallar gəlir. Adətən mən dərslərdə nəinki texniki vərdişlərə, psixoloji durumun tələbədə güclü psixoloji durumu hazırlaşdırıram. Yəni elə olanda deyirəm heç vecivə də olmasın. Sol zolağı qoymusan onun üçün. Sağa pavorotnikləri yandır ki, hələ vəbşə dayanacam indi. O adam soldan keçir. Yəni 40-la gedirik. Heç kimə mane olmuruq. Sol zolaq boşdur. Nə etməliyik? Ona görə yalnız burada psixoloji durumdan gedir. Yəni məsəl üçün bəzi qadınlar narahat olur. Vay necə pis sürdüm ki mənə. Elə deyil. Ola bilər ki, sən qanunla hər şey yaxşı gedərsən.
Prosta sənin qanunla getməyin qanunsuz sürənin xoşuna gəlməyəcək. Sən möhkəm olmalısan. Siqnallara baxmayaraq həmin o qanuni sürəti saxlamalısan. Qanuni zolağı saxlamalısan. Başa düşürsən? Yalnız belə psixoloji durumdan da güclü tələbə hazırlamaq şərti ilə yalnız bunlara dözmək olar. Nəyə görə mən bu məsələyə toxundum? Bugün bir təlimçi nəqliyyat vasitəsini gördüm. Bəlkə də indi bizi eşidir. Opel Zafira idi və onun arxa buferindən yazılmışdı. Diqqət, sükan arasında təcrübəsiz sürücüdür. Yəni o nahaq yazır. O qədər nahaq yazır. Biraz da siqnallar artacaq. O məcbur olub. O yəni ki, əl çəkidə orada T hərfini başa düşməyənlər üçündür bəlkə də o. Yazırlar ki, Salamtural Nargilədən Hövsana gedən yolda 4 palasa var. Ortada qoşa xətti var. Onun üstünlüyü varmı? Tapdalamaq olarmı? O 1.8 xəttidir. Əks istiqamətli nəqliyyat vasitələrini ayırmaq üçündür. Daha doğrusu 1.3 xəttidir. Əks istiqamətli nəqliyyat axınlarını ayırmaq üçündür. Nobel prospektində tək istiqamətli, eyni istiqamətli yol olduğuna görə hər hansı bir qüvvəsi yoxdur. Sizdən tərəfdən kəsib keçə bilərsiniz. Bir rubrikanız var. Onu eşidək. Centrum multivitaminləri təqdim edir. Aptečka. Centrum, həyatın mərkəzində ol. Avtomobil təbii ki, komfortdur, amma bəzən sürücünün sağlamlığına da ziyan vura bilir. Gəlin hər gün sırayla bu narahatlıqlara nəzər salaq. Birinci növbədə sürücü üçün tipik olan xəstəlik soyuq dəymədir. Axı avtomobilin salonundakı temperatur ilə küçədəki temperatur arasında fərq böyükdür. Bu cür dəyişikliyə tez-tez məruz qalan sürücü soyuqlayır. Özüdə fərqi yoxdur ki, qışdır ya da yay və ya açıq pəncərələrdən sürücüyə vuran yel çəkənin olması. Doğru dildə desək, skvazniyak. Bəs yaxşı, necə edək? Sadəcə avtomobildə əyləşərkən əyninizdəki isti üst geyimini çıxarın. Küçəyə çıxarkən isə yenidən həmin geyimi geyin. Mərkəzində ol. Apteklərdən soruşun. Ətraflı məlumat üçün 441 44 37. Telefon xəttində Aqil müəllim dinləyicimiz var. Onu da qəbul edək. Alo. 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 Salamünaleyküm. Aleykümsalam, kimlə danışıram? Yalçın mı? Yalçın, yanınızdakı radionu söndürün. Sizə canlı efirdəsiniz. Haradasınız Yalçın? Mən bir dəqiqə inşaat Şərifzadə 1-də. Şərifzadə 1-də. Yalçın, bir sual verim. Tabii. Digər təhlükələr yol nişanı necə olur? Digər təhlükələr yol nişanı? Bəli, digər təhlükələr yol nişanı necə olur? Məndən qanundan olsa başım çıxır, amma o sağlığınıza biraz çətinliyi çəkəcəm. Yəni qanundan biraz başınız çıxırsa, deməli siz o birazı bilməliydiniz. O birazın içinə aid olmalıydı. Siz o nişanı görsəniz bilməyəcəksiniz onda nə nişandır da bu. Belə başa düşdüm. Yox, görsəm bəlkə də bilərəm, yadıma düşər. Yadınıza düşər, amma indi yadınıza sala bilirsiniz. Digər təhlükələr yol nişanı necə olur? Bəli, onu başa düşmədim. Aydındır, sualınız varmı? Sualım belə idi. Elə o Nərimanov heykəlinə aid idi, o dairəyə yürür. Bəli. O dairəyə yaxınlaşanda mən həmişə düzdür orada keçib gedirdik, amma son zamanlar ora dairə nişanını qoyandan sonra mən yaxınlaşıram orada yol verirəm. Dairəyə yol verirsiniz? Yol verirəm. Dairədə olan gəlir orada məni gözləyir. Məni gözləyir ki, mən keçim. Mən də keçmirəm, gözləyirəm. Arxamdan gəlir, böyrümdən ardasa bir bəlkə 50 ilə olar. Girir həmin dairəyə, məs əlinlə qoyur siqnala, mənə acıqlanır. Elə ki, yəni sən niyə yolu kəsirsən? O təcrübəsiz sürücüdür, yəni o bilmir ki, orada o yol gözləməlidir. O zamanda qəza yaransa, məndədir günah, yoxsa onda? Həmin zaman qəza yaransa günah sizdə deyil. Siz çünki qanunun tələbini, dairəvi hərəkət qanunun tələbini riayət edirsiniz. Dairəvi hərəkətə yaxınlaşanda sizə hər hansı bir üstünlük nişanı yoxdur. Dairəvi hərəkətdə olan nəqliyyat vasitələrini buraxırsınız. Həmin sürücü o məsuliyyətsizlik edib qəza törədərsə, o məsuliyyəti o daşıyacaq, siz deyil. Onu başa düşünməz, yol polisi həmin vaxt görsə, mən elə bir ki gözləyirəm, o keçmir. Mən məcburam ki, keçəm. Bəli. Görsə ki, mən keçirəm, onu gözləmədim, onda necə olur? Deməli, inzibati, yol hərəkəti əleyhinə olan inzibati xətaların kommentariyası kitabı var.
Bu kitabda da İnzibat Xətalar məcəlləsində bəzi mübahisəli məsələlərin şərhləri qeyd olunub. Orada qeyd olunub ki, əgər siz dayanmışsınızsa yol ayrıcında, yol onundursa və həmin şəxs getmək fikrində belə deyilsə və siz əminsiniz ki, o getməyəcək, yəni artıq bu sizdə bu əminlik var. Siz yol ayrıcına daxil olanda sizə qarşı inzibati pozuntu törədilə bilməz. Artıq həmin şəxs məsuliyyətə cəlb olunur ki, yol ayrıcına daxil olub, yol ayrıcında yol üstünlüyü ola-ola o dayanıb yolu kəsib. O sizə də təhlükə yaradıb, özünə də təhlükə yaradıb. Başa düşdüm. Mən orada gözləyirəm pasdayanında. Oradakılar çox önemli ki, yəni əgər gördünüz ki, dayanıb, siz ona 2 dənə marqaç elində işıq verin. Əgər görsünüz işıqda hərəkət, siqnalla göstərin. Görsünüz hərəkət eləmir, yəni deyirəm ki, qardaş, sən getməlisən. Bu zaman siz hərəkət edin. Bu zaman məsuliyyəti siz yox, o daşıyacaq ki, o qəza şəraitini artıq o yaradır. Aydındır, başa düşdüm. Məsələn, bəlkə bu yol polisi qıraqdan görmədi. Yol polisi onu gördü ki, o zaman gördü ki, mən keçdiyim vaxtı. Yox, bunun üçün artıq... Amma mən orada 1 dəqiqə, 2 dəqiqə gözləmişəm onu. İndi iş başındakı həmin dairədə təhlükəsizlik şəhər kameraları var. Həmin o kameraların görüntülərindən istifadə oluna bilər. Həmçinin... Əsas bu yaranır mübahisəli məsələ. Həmçinin həmin sürücünün nömrəsini yadınızda saxlayın. Yəni, kimə yol verirsiniz, bir anlıq onun nömrəsini yadınızda saxlayın ki, qardaş, çağır onu, dinlə görək ki, o orada neçə dəqiqə dayanıb. Yəni, həmin adam deyəcək ki, qardaş, mən elə bilirdim yol onların da ona görə dayanmışam. Aynen, başa düşdüm. Orada həm şey var, hallar baş verir. Çünki çoxu bilmir o dairənin şəbəsini görməmək lazım. Bir də qəza yarandığı halda deyək ki, Allah eləməsin, kiməsə maşınını vurmuşuq, 1000 manat, 2000 manat şey var, xərci var. Ziyan dəyib, amma xəsarət alan yoxdur. Bu halda hansısa bir hal, necəsə bu yol polisi 40 manatdan artıq yaza bilər. Siz hansı qaydanı pozmusunuzsa, qəzaya gətirən qayda pozuntusu varsa, onun cəriməsi... Ara məsafəsi. Ara məsafəsi 40 manat cərimə yazılır. Digər ödənişlərsə yalnız mülki qaydada, məhkəmə qaydası və ya sığorta ilə ödənilir. Yox, onları demirəm. Əgər mən ara məsafəsini saxlamamışam... Sizə 40 manat cərimə yazılır, vəssalam. 200 manat yaza bilməz ki o. Xeyr, o ancaq... 200 manat o halda yazır ki... Yüngül bədən xəsarəti olduqda. Aydındır. Təşəkkürlər. Siz vaxtınızı almayın, üzr istəyirəm. Bir də bayaq sizə sual verdilər. O qardaş sualın dəqiq çatdıra bilməzsə. Əgər mən baş yoldayamsa... Bəli. Mənim sağ tərəfimdən gələn 4 yol kəsməsidir. Sağ tərəfimdən gələnə heç bir nişan yoxdursa, o necə bilməlidir ki, mən baş yoldayam? Əgər sürücü, Aqil müəllim o məsələni qeyd edir. Qanunda belə bir şey var. Əgər sürücü hansı yolda olduğunu bilmirsə, o özünü 2-ci dərəcəli yolda hiss eləməlidir. Əgər o bilmirsə ki, hansı yoldadır, bilmirdən yoldan təyin eləyə bilmir ki, yol verməlidir. O artıq özünü 2-ci dərəcəli yolda hesab eləməlidir. Vəssalam. Aydın. Təşəkkürlər, çoxsan zəngizə görə. Minnətdaram. Aqil müəllim, bir məsələ toxunduq ara məsafəsi məsələsinə. Reklamlara çıxmamışdan öncə bu məsələyə adına gətirək. Nəqliyyat vasitələrinin arasında ara məsafəsi yol hərəkəti haqqında qanunda göstərilməyib. Göstərilməyib ki, yazılıb ki, ara məsafəsi elə seçilməlidir ki, qarşıdakı qəfil tormozlayanda siz ona dəyməyəsiniz. Metr göstərilmir. Təbii ki, sürücü bu metri müəyyənləşdirmir. İdeal ara məsafəsi hansı ki, sizi qəzadan qoruya bilər, təhlükəsizlik qaydalarına bağlı. İdeal ara məsafəsi nə qədər olmalıdır? Bilirsiniz, deməli biz qanunlara riayət eləməliyik. Ondan başqa praktikada var da. Yəni praktikada qanunlara zidd olmayan əlavələr eləmək olar. Yəni qanuna zidd deyil, amma sən özünü biraz ehtiyatlı saxlayırsan, qanunu pozmadan. Adam praktik onu göstərir ki, bax orada bir dənə cümlə var. Deyir ki, qabaqdakı kəskin tormozlayanda sən qabaqdakını vurmayasan. Gəlin məntiqlə fikirləşək. Nətər vurmaya bilərsən? Deməli sən də kəskin vurmalısan. Bu hissəni həll elədik. Bəs sən kəskin vuranda daldan vurmayacaqlar səni. Deməli qanunlara riayət eləməklə daha bir şey eləmək olar. Nə? Sən elə maşın sür ki, qabağındakı hətta kəskin tormozlamadan istifadə eləsə də, sən kəskin tormoz verməyəsən. Yəni burada qanuna əleyhinə bir şey yoxdur ki. Amma bilməm, indi eşidənlər yəqin başa düşdülər məni. Yəni qabaqdakı kəskin də tormoz verəndə biz kəskin tormoz verməyək deyə, deməli o ara məsafəsi adətən gündə tutduğumuz məsafədən çox olmalıdır. Siz bunu gözəl bilirsiniz. Çünki siz mənim tələbəmsiniz. Qarşıdakı nəqliyyat vasitəsinin arxa təkərlərinin yerə bitişən hissəsi. Bilirəm. O müddəadan gedir də söhbət. Yəni elə məsafə saxla ki, qarşıdakı kəskin tormozu da versə,
sən kəskin tormuz Amma verməsin. biz ara məsafəsini saxlayanda bu dəfələrlə bizim dərsimizdə olub, biz bunu efirdə televizorda göstərmişik. Ara məsafəsində biz saxlayırıq, ehtiyatlı olanda bir kimsə gəlir həmin əraziyə deyir ki, nə yaxşı boş yer var, gəl girir ora. Girsin də. Və bu zaman nədir? Artıq biz onunla başlayırıq ara məsafəsi götürməyə. Düzdürmü? Yəni artıq kimsə araya girsə, biz onunla başlamalıyıq ara məsafəsi seçməyə. Yəni bəli. Bəziləri deyir ki, mən məsələn bir nəfər bir neçə il əvvəl forumlardan birində demişdi ki, bax siz deyirsiniz ki, magistralda gedəndə sürətin yarısı qədər saxla. Belə bir sual. 100 ilə gedirsən məsəl üçün 50 metr saxla. Bəs ora gəlib kimsə daxil olmayacaq. Deyirəm, yaxşı. Bəs siz nə məsləhət görürsüz? 100 ilə gedəndə orta girən maşının uzunluğu nə qədərdir? 4 metr. Bəlkə məsləhət bilirsiniz 3 metr saxlayaq ki, heç kim girməsin. Balam girər. Qazını ayağını çək. İndi bununla başla saxlamağa. Çox asan şeydir bu. Yəni əslində bizdə sürücülər maksimum sürətin məhdudlaşdırılması var. Yəni 100-dürsə mütləq 100 sürəcəklər. Bəli. Yəni aşağı sürmək məsələsində bir qədər özlərinə sığışdırmırlar. Belə yüngül dillə desək ki, özlərinə sığışdırmırlar ki, 100-sə mən mütləq 100 sürəcəm və 100-də aşağı ona qədər aşa bilərəm. Gəl onu bir 110 aşım. Yəni hərəkət sürətini artığa gedirlər. Yəni hərəkət sürət öldürür. Məsələn, Yeni Zelandiyada belə bir reklam roliki çəkmişdilər ki, hər 5 kilometr sürəti artıranda sizin 5 metr belə deyək də ömrünüz qısalır. Belə çox belə qrafika ilə eləmişlər. Doğrudan da 5 metr sürət artırması aslında tormuz yolunuzun uzanmağı deməkdir. 18 ayda kreditlə Saviton mağazalar şəbəkəsində. Telefon 180. Reklam bitdi. İndi suallarına cavab verəcək. Gələn suallar var. Tez-tez cavablandırın və Aqil müəllimlə də sağollaşacağıq. Tural, salam. Olmaz ki, yolun hər iki tərəfində svetofor qoyulsun. Xarici praktikada belədir. Hörmətlə Xəyyam yazı göndərir. Bəli, dublyor svetoforların olmağı məsləhətdir. Salam Tural, təzə qanun nədir? İzah ilə yadigar yazı göndərib. Qısa olaraq deyirəm də, nəqliyyat vasitəsinin qabağını qaldırsınız, standartlara olmayan təkər qoysanız və plyonka çəksəz, pərdə çəksəz, maşınınıza 150 manat cərimə olunacaqsınız. Salam, bir il müddətində icbari sığorta xidmətindən istifadə etməsəm, yəni qəza yaratmasa, növbəti il sığorta qiymətinin güzəştində olmalıdırmı? Bonus-malus sistemi tətbiq olunur bizdə. Salam Tural bəy, dayanma durmanın fərqi nədir? Dayanma nəqliyyat vasitəsinin müvəqqəti dayandırılması, durma isə nəqliyyat vasitəsinin artıq mühərrikini söndürərək durdurulması deməkdir. Və Aqil müəllim, yəni son olaraq qaydaları pozan sürücülərə nə məsləhət görərdiniz? Tural, mənim indi göndərəcəyim mesaj həmin o qayda pozuntuları edən sürücülərədir. Əziz mənim qardaşlarım və bacılarım, qanunları pozmayın. Birinci növbədə həyatınıza, özünüzə görə qanunları pozmayın. Bunu fikirləşmişsinizsə, ailənizi fikirləşin. Bilin ki, sizə bir şey olsa, sizin balalarınıza sizin kimi baxan olmayacaq. Üçüncüsü, buna da fikir vermirsinizsə, pulunuza heyfiniz gəlsin, cərimələr artıb. Yox, buna da fikir vermirsinizsə, vaxtınıza heyfiniz gəlsin. Axı bu cərimələri verincə gedib gələcəksiniz. 4 dənə faktor dedim. Birini seçin, yaxşı sürün. Bəli, yolda ehtiyatlı olun, yol hərəkəti qaydalarına əməl edin. Yol hərəkəti qaydalarına əməl etsəniz, həmçinin yolda sağ qalacaqsınız. Mənlik bu qədər. Gələn həftə eşidilmə ümidi ilə yeri gəlmişkən, ümid edirəm ki, Aqil müəllim etiraz etmirsə, gələn həftənin cümə günündə Aqil müəllim qonağımız olacaq. Bazar ertəsi isə inşallah avtostopda. Eşidərik, yaxşı istirahətlər, qaydaları pozmayın, yolda sağ qalın. Eşidərik, qismət olsa.